Salam əziz şagirdlər. 7-ci bölmənin 4-cü mövzusu ilə davam edirik. Mövzumuz təbii zonalar mövzusudur. Yer səthində günəş istiliyini və rütubətin qeyri-bərabər paylanması nəticəsində bitki və heyvanlar aləmi müxtəlif olur. Misal üçün, gördüyünüz şəkildə istilik və rütubətin çox olduğu ərazilərdir. Burada gördüyünüz kimi canlı aləm daha zəngin görünür. Amma orta illik temperaturun aşağı olduğu ərazilərdə isə canlı aləm daha zəif olur. Təbii zonalar nədir? Yer kürəsində oxşar temperatur, rütubətlənmə şəraitinə eyni növ torpaq örtüyü, bitki heyvanlar aləminə malik olan ərazilər təbii zonalar adlanır. Və ekvatordan qütbə doğru getdikcə, gördüyünüz kimi burada rənglərin dəyişməsi də onu ifadə edir ki, təbii zonalar bir-birini əvəz edir. İlk olaraq başlasaq, Arktika və Antarktika səhralarından. Deməli, bildiyimiz üzrə yerin qütb sahələrində formalaşır bu səhralar. Burada canlı aləm gördüyünüz kimi biraz çox da zəngin deyil. Təbii şərait çox sərt bir deməli, iqlim şəraiti var burada ərazidə. Tundra və meşə tundra təbii zonası əsasən Avrasiya və Şimali Amerika materikində formalaşıblar və burada qısa və sərin yay hökm sürür. Əsasən bitkilər də qısa boylu kol bitkiləridir. Heyvanlar aləminə gəldikdə burada daha çox marallara rast gəlinir. Eyni zamanda şimal tülküsü, qütb kəkiliyi və soyuğa davamlı heyvanlardır əsasən. Şimali Amerika və Avrasiya materiklərində əsasən şimal hissəsində tayqa meşələrinə rast gəlinir ki, əsasən iynə yapaqlı ağaclardan şam, küknar ağaclarından ibarət bir təbii zonadır. Və özünə məxsus xəzdərli heyvanları buranın vardır. Nisbətən cənub hissədə Şimali Amerika yenə Avrasiya materikində üstünlük təşkil edir. Enli yarpaqlı ağaclardan ibarət enli yarpaqlı meşələr üstünlük təşkil edir. Daha cənuba gəldikdə ot bitkilərinin üstünlük təşkil etdiyi çöl təbii zonası, çöl meşə çöl təbii zonasına rast gəlirik. Bu da yenə Şimali Amerikada, Avrasiyada, Cənubi Amerika materikində rast gəlinir bu təbii zonaya və tropik, subtropik və mülayim iqlim qurşaqlarının daxili bölgələrində səhra, yarım-səhra təbii zonalarına rast gəlirik ki, buranın deməli isti və quru iqlim şəraiti olduğu üçün burada səhra, yarım-səhra təbii zonası formalaşıb və özünə məxsus bitki və heyvanlar aləmi vardır. Və subtropik iqlim qurşağında əsasən materiklərin qərb hissələrində rast gəlinən codyarpaqlı meşə və kolluqlar vardır ki, bunlar da deməli Avrasiyada, Şimali Amerika, Cənubi Amerikanın qərbində və Afrika, Avstraliya demək olar bütün materiklərdə bu codyarpaqlı meşə və kolluqlar vardır. Savanna və seyrək meşələr təbii zonası subekvatorial iqlim qurşağının təbii zonasıdır. Deməli, əsasən Cənubi Amerika, Afrika və Avstraliya materikində üstünlük təşkil edir. Eyni zamanda Avrasiya materikinin bəzi hissələrində Hindistan yarımadası, Hind-Çin yarımadasında yer tutur. Buranın heyvanlar aləmi və bitki aləmi çox zəngindir. Deməli, dəvə quşu demək olar bu üç materik, Cənubi Amerika, Afrika və Avstraliya materikinin hər üçündə yaşayır. Ekvatorial meşələr əsasən ekvator xətti boyunca olan ərazilərdə rütubətli ekvatorial meşələr geniş yayılıb. Buranın sıx bitki örtüyü, deməli, müxtəlif növ heyvanlar aləminin yaşaması üçün burada yaxşı şərait vardır. Və heyvanlar aləmi dediyimiz kimi çox çeşidlidir. Ağacda yaşayan heyvanlar, eyni zamanda bəzi həşəratlar, quşlar burada üstünlük təşkil edir. Eyni zamanda bataqlıqlarda və suda yaşayan piranya balığı, sonra timsah burada üstünlük təşkil edir. Bu qədər. Sağ olun. Növbəti dərsdə görüşərik.